Hər kəsi salamlayıram. Gün ərzində nə qədər reklam gördüyünüzü heç düşünmüsünüz? Bəli, bugünkü izahımızda biz həyatımızın az qala fon səs-küyünə çevrilən o reklamların əslində necə işlədiyini, onların sadəcə təsadüfi şəkillər olmadığını kəşf edəcəyik. Bugün biz reklamın əslində istehlakçı davranışını necə idarə etdiyini və arxasında necə dəqiq hesablanmış bir iqtisadi mühərrik dayandığını öyrənəcəyik. Təsəvvür edin, televizorda, küçədə, smartfonu hər dəfə əlimizə alanda səhərdən axşama qədər minlərlə reklama məruz qalırıq. Yaxşı, bəs şirkətlər vaxtımızı alan, diqqətimizi dağıdan bu mesajlara, bu bitmək bilməyən diqqət davasına niyə milyardlarla dollar xərcləyirlər? Pərdə arxasında onlar tam olaraq nəyə nail olmağa çalışırlar və bunun iqtisadi məntiqi nədir? Deməli, məsələni aydınlaşdırmaq üçün 5 əsas başlıqdan keçəcəyik. Reklamın iqtisadi mahiyyəti, tələb əyrisinin dəyişməsi, informativ yoxsa manipulativ olması, brendin gizli gücü və ən sonda bazar rəqabəti. Gəlin dərhal başlayaq. Beləliklə, birinci dayanacağımız reklamın iqtisadi mahiyyəti. Baxın, şirkətlər reklama heç də havaya sovrulan bir pul, sadəcə bir xərc kimi baxmırlar. Onlar üçün bu birbaşa strateji investisiyadır. Yəni, xərclənən o böyük pulların sonradan onlara geri dönməsi gözlənilir. Necə? Artan satış həcmi, daha böyük bazar payı və gələcəkdə məhsula daha yüksək qiymət qoya bilmə imkanı şəklində. Qısacası, izlədiyiniz hər bir reklam saniyəsi əslində gələcək böyük gəlirlər üçün atılan bir tordur. İndi isə keçək ikinci məsələyə. Tələb əyrisi tam olaraq necə dəyişir? Bu hissə həqiqətən maraqlıdır. Ortada iki fərqli oyun planı var. Məsələn, Coca-Cola'nı götürək. Onların tətilin keyfini çıxar kimi o böyük qlobal kampaniyaları tələb əyrisini bütövlükdə sağa sürüşdürür. Yəni, eyni qiymətə artıq daha çox insan kola içmək istəyir. Digər tərəfdə isə Apple var. Onların strategiyası fərqlidir. Apple o qədər güclü bir saydıqlıq yaradır ki, tələb əyrisi dikləşir, yəni elastiklik azalır. Bu nə deməkdir? Çox sadə. Qiymətlər artsa belə, o sadiq fanatlar yenə də gedib o telefonu alacaqlar. Bir-birindən fərqli iki yanaşma, amma nəticədə iki möhtəşəm iqtisadi gediş. Üçüncü mövzumuz informativ yoxsa manipulativ reklam. Taktikalar necə işləyir? Bəzi reklamlar var ki, sırf fakt danışır. Təsəvvür edin, məhsulun qiyməti, texniki göstəriciləri, harada satılması barədə konkret, rasionallığa əsaslanan məlumat verilir. Məsələn, supermarketlərin o həftəlik endirim jurnalları və ya iki smartfonu saniyə-bə-saniyə müqayisə edən videolar. Bu cür informativ reklamlar əslində bazar üçün çox faydalıdır, çünki məlumat əksikliyini, yəni asimmetriyanı doldurur və bizə daha ağıllı, rasional qərarlar verməyə kömək edir. Amma gəlin dürüst olaq, reklamların çoxu heç də belə faktiki deyil. Burada manipulativ, yəni inandırıcı reklamlar dövrəyə girir. Bu oyun tam fərqlidir. Burada şirkət sizə maşının mühərrik gücünü deyil, azadlığı satır və ya bir ətir reklamı. O sizə şüşənin içindəki ingredientləri yox, birbaşa romantikanı, xüsusi bir statusu satır. Bunlar bizim birbaşa şuuraltımızla oynayır və əslində heç mövcud olmayan süni ehtiyaclar yaradır. Təbii ki, real həyatda hər şey ağ və qara deyil. Ən vacib məqam odur ki, bir reklam nadir hallarda sırf informativ və ya sırf manipulativ olur. Modern bir maşın reklamını izlədiyinizi düşünün. Bəlkə sadəcə bir saniyəliyinə sizə yanacaq sərfiyyatından bəhs edəcək. Amma reklamın yerdə qalan 29 saniyəsi tamamilə sizi o maşını sürərkən yaşayacağınız o prestijli, həyəcan dolu həyat tərzinə inandırmaq üçün xərclənəcək. Yəni fakt və duyğu ustalıqla birləşdirilir. Və gəldik dördüncü hissəyə. Bütün bunların cəmləndiyi o nöqtəyə. Brendin gizli iqtisadi gücünə. Çoxumuz brend deyəndə sadəcə qəşəng bir loqo düşünürük. Elə deyil, amma iqtisadi baxımdan brend son dərəcə güclü bir aktivdir. O, ilk növbədə bizim üçün bir informasiya qısaltmasıdır. Yəni, tanış bir brend görəndə saatlarla araşdırma aparmırıq, vaxt qazanırıq. O bizə keyfiyyət zəmanəti verir və ən əsası, rəflərdə fiziki olaraq bir-birinin az qala kopyası olan qazlı içkiləri və ya ayaqqabıları bizim zehnimizdə tamam fərqli məhsullara çevirən çox güclü bir fərqləndirmə vasitəsidir. Bütün bu illərlə formalaşan prosesin, o yaradılan inamın ən böyük mükafatı nədir bilirsiniz? Brend mükafatı. Bu, bir şirkətin məhsuluna sadəcə və sadəcə üzərindəki o ada görə daha yüksək qiymət qoya bilməsi deməkdir. Bunu ən aydın Bayer aspirin nümunəsində görmək olar. Baxın, istər o məşhur marka olsun, istərsə də aptekdə satılan heç kimin tanımadığı sıradan bir ad, kimyavi tərkib qətiyyən dəyişmir, tamamilə eynidir. Ancaq insanlar Bayer adına, sırf o ad onlara güvən verdiyi üçün çox daha çox pul ödəməyə hazırdılar. Güclü brendin birbaşa olaraq qiymət etiketinin necə yüksəltdiyinin bundan gözəl sübutu ola bilməz.
Nəhayət, 5-ci və sonuncu bölməmizə gəldik. Bazar rəqabəti. Yaxşı, milyardlarla dollarlıq bu reklam sənayesi əslində iqtisadiyyat üçün faydalıdır yoxsa zərərli? Bu mövzuda əslində iki fərqli cəbhə var. Bir tərəf deyir ki, bəli, reklamlar pro-rəqabətlidir. Çünki bizə seçimlərimiz barədə məlumat verir, qiymət rəqabəti yaradır və yeni bizneslərə özlərini tanıtmaq şansı yaradır. Amma digər tərəfə baxsaq, nəhəng korporasiyaların o milyon dollarlıq reklam büdcələri yeni başlayanlar üçün elə bir divar hörür ki, bazara girmək sadəcə mümkünsüz olur. Bir də o Coca-Cola və Pepsi kimi şirkətlərin bitməyən reklam müharibələrini düşünün. Bir-birini zərərsizləşdirmək üçün edilən bu xərclər əslində təmiz iqtisadi israfdır. Və bu israf hardan çıxır? Təbii ki, o məhsulu alanda elə bizim öz cibimizdən. Yaxşı, bəs real həyatdakı araşdırmalar, rəqəmlər bizə nə deyir? Empirik sübutlar göstərir ki, məsələn, siqaret və ya alkoqol reklamları bu məhsulların istehlakını birbaşa və kəskin şəkildə artırır. Pərakəndə mağazaların o yaydığı endirim reklamları isə doğrudan da rəqabəti qızışdırıb qiymətləri aşağı salır. Amma milli brendlərin o dəbdəbəli imij reklamları tam tərsinə ümumi bazar qiymətlərini yuxarı çəkir. Lakin ən maraqlı iqtisadi fenomen budur. Firmanın reklama çox böyük pul xərcləməsi alıcı üçün məhsulun yüksək keyfiyyətli olması barədə bir siqnaldır. Niyə? Çünki heç bir ağıllı şirkət adamların bircə dəfə alıb bir daha üzünə baxmayacağı bərbad bir məhsulu reklam etmək üçün o qədər pulu riskə atmaz. Və beləliklə izahımızın sonuna gəldik. İndi isə ekranın bu tərəfindən topu tamamilə siz atmaq istəyirəm. Öz günlük həyatınızı düşünün. Sosial mediada hər gün fırlatdığınız o lentlərdəki influencerlər, sizcə onlar bizə məhsullar haqqında faydalı informasiya verirlər, yoxsa sadəcə olaraq manipulyasiya ilə süni ehtiyaclar yaradırlar? Gördüyünüz hər bir tövsiyənin arxasında hansı iqtisadi çarxlar fırlanır? Bugün birlikdə keçdiyimiz bu iqtisadi prinsiplər, inanıram ki, növbəti dəfə ekranınızda hər hansı bir reklam çıxdıqda ona tam fərqli, mikroiqtisadi bir obyektivdən baxmanıza kömək edəcək. Araşdırmağa və suallar verməyə davam edin. Görüşənədək.